Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunlarına əsasən 18 yaşına çatmamış və tam fəaliyyət qabiliyyəti əldə etməmiş şəxslər uşaq hesab olunur. 18 yaşına çatmamış şəxslərin bağlanan nikah erkən nikah sayılır. Uşaq yaşında nikaha daxil olanların əksəriyyətinin təhsilsiz və heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyən və hüquqları barədə məlumatsız olan qadınlar təşkil edir. Təhsilinizi davam edin ki, övladınıza düzgün tərbiyə verən ana, ailənizə maddi dəstək verən qadın, cəmiyyətə töhfələr verə biləcək bir vətəndaş olasınız. Bütün taleyiniz bir qərarınızdan asılıdır. Doğru olanı seçin, təhsili seçin. Erkən nikah qızlarımızın yalnız ümidlərini və arzularını məhv etmir, onların sağlamlığına da ziyan vurur. Arzu olunmaz hamiləlik, ana və körpənin ölümünə səbəb olur. Qızlarımıza dəyər verək və onları erkən nikahdan qoruyaq. Gənclərimiz özlərini tam şəkildə tanıyıb, öz ayaqları üzərində durmağı bacardığından, ailənin nə olduğunu tam anladıqdan sonra ailə həyatı qurmağa tövsiyə edək. Gəncində erkən nikahı yox, gələcəyin olur. Uşaqlarımızın hüquqlarını qoruyaq, erkən nikaha bircə yox deyək. Hər bir uşaq xoşbəxt gələcəyə layiqdir.